Çoxmənzilli yaşayış binalarında hər bir ailə öz mənzilində neçə heyvan saxlaya bilər? Belə ki, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarına əsasən çoxmənzilli yaşayış binalarında hər bir ailə qonşulara və ətrafa narahatlıq törətməyəcək şəkildə bir it və 2 pişik saxlaya bilər. Qanunvericinin burada əsas tələbi ondan ibarətdir ki, saxladığımız bir it və 2 pişik, bu ən yüksək həddir, digər şəxslərə və qonşulara narahatlıq yaratmasın. Eyni zamanda vətəndaşlarımız bilməlidirlər ki, qanunla müəyyən edilmiş saydan artıq heyvan saxlamaqda İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur və bu halda aidiyyatı şəxslər 200 manat miqdarında cərimə oluna bilərlər. Vətəndaşlarımız saxladıqları ev heyvanlarını yalnız cilov və burun tağla gəzdirməlidirlər. Cilovsuz gəzdirmək qanunvericiliyi ilə qadağandır. İtləri və cilovsuz yalnız müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi xüsusi ərazilərdə gəzdirmək olar. Bundan əlavə evdə heyvan saxlayan hər bir şəxs həmin heyvanları aidiyyatı baytarlıq qurumunda, sanitar qurumlarında qeydiyyata aldırmalılar. Hətta vətəndaşlarımız yaşayış məntəqələrin, evlərin yaşayış yerini dəyişərkən yeni köçdükləri yerdə də 5 gün ərzində bu heyvanların saxlanması ilə bağlı aidiyyatı baytarlıq qurumuna məlumat verməlidirlər və bu heyvanları uçota aldırmalıdırlar.